Yəni, şagirdlər metroda bütün təlimatlara düzgün hərəkət edirlər. Təlimatlara yoğun hərəkət edirlər. Demək, bu uşaqlar idrakda hansı mərhələdədirlər? Şagirdlər bütün təlimatlara uyğun hərəkət edirlər. Demək, onlar idrakda hansı mərhələdədirlər? Tətbiqdə əməlmə. Bəli, tətbiq. Çünki təlimatı bilməsə bunu əməl eləyə bilməzdi. Təlimatı bilir ki, əməl eləyir, düzgündür. Deyirəm ki, müəllim 4-cü sinif şagirdlərinə sizcə sizin siniflərə monitorinq keçirilməsi nə qədər düzgündür? Bunun haqqında müzakirə qoyur və şagirdlərin öz fikrini bildirmələrini istəyir. Müəllim burada şagirdlərdə idrakda hansı mərhələləri reallaşdırır? Hərə öz fikrini deyir, dəyərləndirmə müəllimə. Sağ ol, düzdür, dəyərləndirmə. Deyirəm ki, müəllim şagirdlərə evə, elə tutaq ki, 3-cü sinif şagirdlərinə kiçik nağıllar oxumağı tapşırır və şagirdlərə deyir ki, oxuduğu nağılın mənasını gəlib mənə izah eləyərsiniz. Həmçinin də ki, bu nağılda yazıçının mövqeyini müəyyənləşdirin görək. Yazıçı bu da siz uşaqlara nə demək istəyirdi? İdrakda hansı mərhələ var? Burada təhlildir. Sağ ol, faktdan deyir, maşallah olsun. Artıq düşünürəm ki, mənim müəllimlərim düşünürəm ki, bu idrakdan təhlili dəyərləndirməni qarışdırmırlar. Çox şükürlər olsun. Bəs təfəkkür növü kimi hansı təfəkkür növü olar? Məntiqi təfəkkürdür müəllimə. İndi müəllim uşaq bəs desək ki, cümləni belə qururam. Tutaq ki, 2 uşaq var. O da deməli bunu o da öz nağılını oxuyub, o da öz nağılının mənasını izah eləyir. Mən də tutaq ki, öz nağılının mənasını izah eləyirəm. İndi müəllim o bir uşaqlara deyir ki, siz hər iki nağılı dinləyin. Dinləyin görək kimin nağılı daha effektlidir. Burada hansı təfəkkür növü var? Burada tənqidi təfəkkürdür. Öz fikirlərini bildirəcəklər. Sağ ol, düzgündür. Deyirəm ki, şagird vurma cədvəlini müəllimə tutaq ki, üçün vurmasını müəllimə danışır. Hansı bilik növüdür və hansı idrak mərhələsidir? Faktolojidir. Çünki əzbərləyib, vurma cədvəli əzbərdir. Faktolojidir. Şagird sintaksis təhlil eləyir. Bildim ki, bilirsiniz də. Eyb yox, kəsdim o biri suala. Sintaksis təhlil eləmək hansı bilik növünə aiddir? Sintaktik təhlil etmək. Bütün təhlil növləri. Yəni bunu da bilir, eləyir. Müəllimə çaşma. Bütün təhlil növləri demişdik ki, təhlil növləri necə idi? İşarəsi var hamısının. İşarə bir algoritmdir də demişdim sizə. Birində altına xətt çəkirik, birində 2 xətt var. Hansı bilik növüdür? Prosedural müəllimə. Bəli, bütün təhlil növləri prosedural bilikdir. Müəllim şagirdə qiymət verirsə, hansı bilik növüdür? Qiymət verir müəllim şagirdə. Bəli, müəllim öz beynində ölçür.